Hoş geldiniz. Buyurun əyləşin zəhmət olmasa. Kara bulutları kaldıran Və adınızı təqdim edin. Bəxtiyarlı Elnarə. Eldanə. Elnarə. Elnarə Bəxtiyarlı. Xoş gəldiniz. Evet, çok sağ olun. Mehbari Allah Verdiyeva. Mehbari Alaverdi. Ben. Bəxtiyarlı atasının mı Bəli, soyadını ben. götürdü? Laf gözəl. Əslən Tərtərdənsiniz. Ben. Amma Bakıda yaşayırsınız. Ben. Biraz özünüz haqqında danışın, ailəniz haqqında danışın bizə. Maraqlıdır. Hansınız istəyirsiniz də, vallahi heç ana-bala seçilmirsiniz bir-birinizdən. İndi hansınız ürəyiniz istəyir, o danışsın. Buyurun. Mənim əslim Laçınlıdır. Laçınlı. Atam Laçınlıdır, anam Tərtərdəndir. Aha. Özüm Bakı şəhərində anadan olmuşam. Burada böyümüşəm. Uşaqlıqdan elə həvəsim var musiqiyə. 9 yaşımdan vokal bitirmişəm, muğam bitirmişəm. Maşallah. Dünənlərimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzun oldum, bitirdim. Qızım, niyə oxumaq istəyirsən? Niyə müğənni olmaq istəyirsən sən? Bir dənə bunu de bizə. İndi mən Şövkət Ələkbərovan repertuarından bir Yox, nə demirəm, niyə deyirəm? Hələ nəyə gələcəyik? Niyə oxumaq istəyirəm? Hə, niyə müğənni olmaq istəyirsən? Nə səni cəlb eləyir bu müğənnilikdə? Nə bilim, karfeylərimizə baxa-baxa böyümüşəm mən. Elə həvəsim yaranıb özümdə. Aha. Ailədə təkcə istedad sizdədir yoxsa? Yox, qardaşımda da var. Neçə qardaş bacısınız? 2 qardaşım var, biri balacadır, biri böyük. Biri böyükdür. Yəni belə bir qısqanclıq zad yoxdur ki, müğənni olmayacaqsan deyə. Yox, xeyr. Anam Çünki özü də bunlar zülmlə müğənnidir. gəliblər, belə qaça-qaça, oğrun-oğrun, olmazlarla, qadağalarla. Anam da müğənnidir özü, anamdan keçib mənə səs. Oxu, indi var mı səsiniz? Bəli. Onda bugün bir yerdə bir şey də oxuyacaqsınız. İnşallah, alnınız oxuyaq. Gülsan xanım, nə deyirsiniz? Qulaq asaq, görək. Amma harda lazım bilsəniz, stop deyə bilərsiniz. Çünki uzun-uzadı, vaxtımız da getməsin, gələnlərimiz çoxdur. Buyurun, səhnəyə. Amma ana-bala istəyəcəm oxuyasınız bir şey. Yaxşı mı? Bizim üçün ana-bala. Bir anasını da dinləyək, hə? Təyər mənim, nə deyirsiniz? Balasına qulaq asdır, indi bir anasına da qulaq asaq. Görək, ana-bala nətər alınır bunlarda bir yerdə?
Digər mikrofonu Nə da verəcək. oxuyacaqlar? Nə bilim, nə Gülstan xanım, siz deyin də rahat-rahat. Ürəyiniz nə istəyir, soruşun. sən Ürəyiniz nə nə bilir, istəyir, onu deyin. oxusunlar. Siz nə istəyirsiniz, soruşun. Buyurun. Oxuyun. Mən xahiş edirəm, bir ağız, bir şey. Xahiş edirəm. İstəyirsiniz heç musiqisiz olsun. Fa diyez-segah. Ha. Arazam kürə bəndəm, bülbülə güllə bəndəm. Arazam kürə bəndəm, bülbülə güllə bəndəm. Dindirməyin qəmliyəm, bişirib dilə bəndəm. Dindirməyin qəmliyəm, bişirib dilə Siz də xoddananda dayana bilmirsiniz ki. Əla. Öz arzularını qızında görüb də, məncə özü də. həyata keçirmədiyi Məncə də. arzularını, fikirlərini qızı üçün yaradıb, mənə elə gəldi. Aha. Yəni qız daha yəni estrada janrında elə mənə elə gəldi ki, Bəli, estrada. daha uğurlu olar. Bəstəkar mahnıları Bəli. və sırf Estrada, klassik bəli, estradan. bəli. Təyər bəy, Demək olar ki, yəni hazır müğənnidir. Yəni Bəli. siz ondan soruşdunuz ki, niyə müğənni olmaq istəyirsən? Ancaq təbii ki, o Yox, bizimlə sən deyək, yoxsa yox. Biz hələ xal vermələr sentyabrdan başlayacaq. Yox, təbii ki. Bizimlə sən deyək, Bizimlədir, bizimlədir. həm Zaur. onun səsi, Ha? həm səsi, həm xırdalığı, həm avazı, həm səsinin məlahəti o deyir ki, bizimləsən təbii. Bizimlə sən deyə Bəli, bilirsiniz. bəli. Bütün həm də səhnəyə də yaraşır da. Çox. Deyilmi? Belə görkəmli bir qız. Bəli. İnşallah o gələcəkdə çalışdıqca müəyyən şeylər var ki, o daha gözəl alınacaq. Məsələn, nə etməlidir Təyər müəllim? O illər keçdikcə özü hiss eləyəcək. Çünki məktəb keçib, Bəli. onu biraz o praktikaya çevirdikcə, Tələşdirmək, bəli, tələşdikcə özü Aha. müəyyən işlər var ki, o götürüləcək. Bayaq oxuduğum mahnıda o nüanslar var idi ki, hansı ki onlara o girişləri düzgün eləmirdi. Aha. Yəni bu zamanla bunların hamısını özündə puxtaləşdirməlidir təbii ki. İnşallah. Ata var mı ailədə yoxsa? Bəli, var. Var. O nə işlə məşğul olur? Atam, nə bilim, o tamam başqa cürdür, o biznesdir, şirkətdə işləyir. Biznesmendir ata. Elə də sayılmaz, yəni şirkətdə işləyir. Ailəni dolandıran atadır hələ ki. Bəli. Yəni çörəyinizi, suyunuzu, hələ ki yeməyinizi verən Allah atadır. ömür versin. Bəli. Niyə Çox yekə sağ ol. qızsan? Sənin neçə yaşın var qızım? 22. 22 yaşında sən hələ pul qazanmırsan. Qazanıram. İşləmirsən? İşləyirəm. İşləyirsən harda? Mən özüm el şənliklərində oluram. Hə, toylara Toylarda oluram, gedirsən. Bəli. Toylardan qazanırsan. Bəli, uşaqlıqda mən oxuyuram toylarda, 15 yaşım var. Aha, maşallah. Ailəni dolandırmağa köməklik Bəli. edirsənmi? Bəli. Halal olsun. Çox sağ ol. Halal olsun. Ən azı əlin qazanır. Yəni insanlar var ki, valla bəzən görürsən biri zəhvur, mən işlə bağlı problem var. Deyirəm ya, nə bacarırsan, belə nə olsa. Deyirəm qardaş, nə olsa ştatı yoxdur HR-da. Yəni heç bir şirkətdə nə olsa ştatı olmur. Yəni elə bir vakansiya yoxdur. Gərək bir şeyi bacarasan, mən mühəndisəm, mən elektrikəm, mən bilmirəm, filan işlə məşğul ola bilirəm və bu inanın ki, peşəkar insanlara hər yerdə ehtiyac var. Ümumiyyətlə işləyən adam, Zahir, hər yerdə iş var. İşləyən adama ac qalmır işləyən adam. Əlbəttə ki, bu gənc qızımız da təqdirə layiqdir. Əgər ailəsinə o da bir dəstək verirsə, niyə də olmasın? O çox böyük köməkdir, çox böyük yardımdır. Doğru. Əlbəttə ki. Alqışlayırıq. Bizimlə sən deyirikmi? Hə? 3, 2, 1. Bizimlə sən. Hani bir bizimlə sən deyəcəksiniz, mən sizə dedim. 3, 2, 1. Bizimlə sən. Buyurun. Mevlam bizi ömür boyunca Siz mənə mənim yaxşı vaxtımı görürsünüz. Biz gəldi gedərik, sən yaşa dünya.